Bizim üçün, belə deyim də, hər bir şəhid anası kimi, yəni ümumiyyətlə övlad itirən hər bir ana fərqli bir ortamda övladının doğum günü qarşılamaq istəyər. Belə deyim, bilmirəm, təəssüflər olsun mu deyim, yaxud da amma ki, yəni bir qürur var, belə deyim də, yəni sanki onun o şəhidliyi, onun o qüruru, mən onu bir sütun hesab eləyirəm. Yəni biz o sütuna söykənərək, yəni bir dik dururuq. Yəni biz onu belə deyim də, sanki o bizimlə bərabər yaşayır. Yəni mənən, cismən bizdən aralıdır, amma ruhən biz həmişə həmidi öz yanımızda, ailəmizdə hiss eləyirik. Onun hələ də qoyub getdiyi hər ailənin özünə məxsus hansısa bir prinsipləri var. Bugün də bizdə o yəni davam edir. Biz onu yox kimi bilmirik. Doğum günü keçməsinə qalınca yəni biz ağlamağın da belə deyim yerin bilirik, danışmağın da harda necə olmaq lazımdır. Yəni mən özüm müəlliməyəm, gələcək nəsillərə yəni bir örnək olsun deyə və yaxud da ki şəhid anaları bilmirəm necə deyim, yəni oradan hansısa bir şeyi bəlkə də götürərlər. Bu mərsiyə deyənlər ki deyirlər, yəni belə bir şeyləri mən heç vaxt məclisində istəmirəm. Yəni o mənə çox pis təsir eləyir bu baxımdan da. Yəni şəhiddirsə, şəhid də belə deyim də dövlətin atributlarından biridir. Yəni mən istədim ki, bilmirəm, yəni dövlət səviyyəsində mi deyim, rəsmi tədbir mi deyim, belə bir tədbir keçirdək. Yəqin özünüz də az çox şahid oldunuz. Mənə görə yaxşı keçdi, elə zənn eləyirəm. Bilmirəm, indi kimin münasibəti necə olar. Yəni mənə görə yaxşı keçdi. Nə bilim, nə qədər övlad itkisi elə bir şeydir ki, Allah heç bir anaya, heç bir valideynə göstərməsin, bu acını yaşatmasın. Yəni o elə bir şeydir ki, o bizim ürəyimizin hansısa bir yerində bir ömür o bizimlə gedəcək. Amma bu bir tərəfə də baxanda alnımız açıqdır, üzümüz ağdır. Yəni onun bir qüruru var. Biz o qüruruna söykənərək yaşayırıq, yaşamağa davam edirik. Belə də baxanda onun 2 övladı var, cavan xanımı var. Mən həmişə gəlinimlə də söhbət eləyəndə deyirəm ki, sən dik durmalısan, möhkəm olmalıyıq, hər ikimiz əl-ələ verib o uşaqları cəmiyyət üçün, dövlət üçün yararlı bir övlad olaraq buraxmalıyıq. Yəni onun gələcəyi var, o uşağın təhsili var. Digər bir baxımdan da həyat hansısa bir acını, necə deyim, o uşaqdır da, biz böyüyük, onun yoxluğun, yanımızda yoxluğun necə ağır gəlir, görün indi körpələrə necə gəlir. Amma yenə də cəmiyyət üçün faydalı, təhsilli bir övlad, necə deyim, yaratmaq üçün mü deyim, yaxud da onlar o tərbiyə baxımından mı deyim, yəni biz elə eləməliyik ki, onlar yararlı bir övlad olsun. Bunun üçün əlimizdən gələn eləyirik ki, uşaqlar o kədərdən, yəni olan olub, digər bir hüquqlarını da biz onların əlindən almayaq. Lazımi səviyyədə, yeri gələndə gəzməyə də aparırıq, yeri gələndə, nə bilim, istədiyimiz kimi, nətər həyatlarının təmin olunmasına çalışırıq. Kerim xanım, mən sizinlə birinci dəfə danışanda inanmırdınız bu hadisəyə. Deyirdiniz ki, mən elə gəlir ki, indi qapını açacaq, həmin girəcək içəri. Bəli. Bu müddətdə o hissi itirməmisiniz ki? Yox, məndən də qabaq belə bir acını yaşayan analar var. Bugün də onlar övladlarının yolunu gözləyir. Belə deyim də, yəni, necə deyim sizə, bir insanın bir dərki var da, yəni bir qəbullandığı bir şey var ki, belə xəyallara mı deyim, yuxulara mı deyim, röyalara mı deyim, belə inanmaq, yaxud da inanmamaq kimi bir şey var. Yəni əslində gerçəyə qalsa biz bilirik o gələ bilməz. Biz bunu bilirik, amma sadəcə qəbul eləyə bilmirik. Ona görə də yəqin könlümüzün istədiyin, ürəyimizin istədiyin hər zaman belə həyatda tətbiq eləməyə çalışırıq ki, yəqin gələr, yəqin belə olar. Yuxularınıza gəlirmi? Görmür. Yuxuma gəlmir, amma o hansısa bir işimiz olanda o sanki bizə bir mesaj göndərir. Yəni bir çətinliyimiz olanda o bizə bir mesaj göndərir. Sanki mən... Necə hiss edirsiniz? Məsələn,
bax inanın ki, tam səmimiyyətimlə deyirəm, mən sertifikasiya imtahanına gedəndə Həmidin şəhid olduğunu 9 ay keçmişdi, 9-cu ay idi. Belə yatmışdım, elə bildim ki, üzümə böyük bir belə bir şüa kimi bir şey gəldi. Mən ayıldım, bilməm, yəni elə hiss elədim ki, yəni bu Həmid idi. Dedim ki, mən rahat imtahandan keçəcəm. Yəni nə hazırlaşa bilirdim, nə bir şey eləyə bilirdim. Çox belə düşüncələrdəydim ki, ay Allah, nəysə olacaq. Belə deyim də, ailədə bir sorumluluq deyən bir şey var. O ağır çiyinlərində ailənin yükün daşımaq deyə bir şey var. Yəni bu ailədə də o mənə düşübdür. Mən elə bilirdim, mən kəsənlərəm. Yəni kəsənməyim yox, yenə də bu uşaqların hansısa bir problemləri ilə maraqlanmağımdan geri qalaram deyə çox belə deyilirdim. Şükürlər olsun, uğurlu nəticə ilə verdim. Yəni bu kimi, nə bilim, bəzən olur. Yəni elə bir sanki o bizə bir mesaj verir. Biz onu hiss edirik yanımızda. Darıxırsınız. Oy, darıxmaq demə. Darıxmaq azdır. Bilmirəm, adı yoxdur amma onun. O hissin adı. Onun adı yoxdur, o nədirsə. O gəlirdi birdən. Elə bil ki, qış olur, gəlirdi özümlə öpəndə adam, buz kimi üzüyor, adam onu istəyir. Bir bağıra basmaq, ürəyə sıxmaq istəyirsən. Ayana gəl otur, ay mama gəl otur. Qız gəldənə belə zarafat edirdi, o sözlərini istəyirsən. Elə şirin-şirin danışan idi ki, elə gözəl danışırdı ki. Bizi elə həsrətlə, elə belə, nə də deyim, bir heyranlıqla sanki oturub onu dinləyirdik biz. Onlar üçün çox darıqlıram, çox istəyirəm onlar. Nə sakitləşdirir həmin vaxtda sizi? Sakitləşdirə bilirmi? Heç nə sakitləşdirmir, sadəcə birdən günah gəlir, birdən uşaqlar gəlir. Onlar üçün tez göz yaşımı silib ayağa dururam. Güclü olmalı. Mən belə deyim ki, yəni mən ümumiyyətlə belə deyim də, başqalarının yanında heç ağlamağı sevmirəm. Yəni kimsə mənə yazıq desin, bunu qəbul eləyə bilmirəm. Yəni mənə görə mən yazıq deyiləm. Yazıq elə bir ki, belə öz-özümə deyim, mən niyə yazıq olam, sənsən. Belə öz-özümdə də belə bilmirəm necə. Məsələn, mənə görə bəzi normativlər var da. Hər ailənin mi deyim, hər elin obanın mı deyim, yəni mənə görə, mən öz düşüncəmə görə bir normativi var. Yəni onun şəhid ailəsi statusuna da maliksənsə, şəhid anası, şəhid atası, şəhid xanımı, övladı statusuna da maliksənsə, daha çox göz önündə olursan sanki, daha çox diqqətdə olursan. Necə, hara getdi, hardan gəldi, nə elədi, nə tər elədi. Yəni mən bunların heç birisini düşünmürəm. Yəni mənim özümə görə, öz evimizin içində, öz ailəmizə görə bəzi normativlər var. O normativləri aşmamaq şərti ilə elə bilirəm ki, dünyanın bütün gözəllikləri, bütün hər şeyin üstündə ən yaxşının haqqı şəhid anasınındır, şəhid xanımınındır, şəhid övladınındır, bacısınındır. Mən belə yanaşıram. Dövlət qayğısı yetərincədir mi? Dövlət tərəfindən bəli, şükürlər olsun, lazımi səviyyədə indi hər bir kəsə necə ayrılıbsa, yəni 2 övladı var, onu verir, prezident təqaüdü var, onu alırıq. Ev barədə ev növbəsinə dayanmışıq, amma hələ verilməyib, daha doğrusu təklif olunub. Sadəcə biz məkan yox, mərtəbə söhbət eləmişik. Biraz Həmidin övladlarında narahatçılıq var, bronxlarında falan. Ona görə 1-ci mərtəbə ya 9-cu mərtəbələr təklif olundu. Biz onu istəmədik. Ki, yəni ara mərtəbələr olsun. Belə bir xahiş eləmişik ki, mümkünsə elə bir şey olsun. Yoxsa ki, qalan yox. Yox, yaşadığımız ərazidə də biz əslində Nizami rayon qeydiyyatdayıq. Amma Beyləqan rayonda yaşayırıq. Yəni işimizlə əlaqədar. Həmidin övladları da burada təhsil alır. Beyləqan rayon icra hakimi cənab Əzzəzov, yəni onun diqqət qayğısı hər zaman üzərimizdədir. Hər zaman həqiqətən o maraqlanır. Yəni təkcə bizim ailə ilə yox ki, deyim ki belə, ümumiyyətlə şəhid ailələrinə. Yəni biz möhtərəm prezidentimiz şəhid ailəsinə bir həssas qurum hesab eləyir. İnanın ki, onun hansısa bir tədbir mi olsun, hansısa bir
necə bir məclis mi olsun, hardasa belə rastlaşanda olur, bir sərgi mi keçirilir, nəsə bir şeylər olur. İnanın ki, o göndəriki şəhid anaları mənim yanımda olsun. Yəni, bax, elə yanaşması o cürədir, müsbət yanaşır. Əlavə eləmək istədiyiniz, demək istədiyiniz, mənim soruşmadığım, nə demək istəyərdiniz? Nə demək istəyərdim? Deyərdim ki, nə qədər ağrımız, acımız olsa da, fəxrimiz, qürurumuz ondan da üstündür. Yəni, Həmidli uşaqlığından bu yana qədər mən yadıma düşmür ki, mən deyəm ki, necə deyəm, mən utandım da Həmiddən. Utanmamışam. Yəni, bugün də alnı açıq, üzü ağıq. Yəni, heç kimin övladına, oğluna baxıb, kaş mənim oğlum da belə olaydı deməmişəm. Buna görə də mən elə Həmidin timsalında bütün şəhidlərimizlə, onların keçdiyi həyat yolu ilə fəxr edirəm, qürur duyuram. Hal-hazırda Səngərdə olan əskər və zabitlərimizə can sağlığı arzulayıram. Dövlətimizə, möhtərəm prezidentimizə can sağlığı arzulayıram ki, onların necə deyim, diqqət və qayğısı hər zaman üzərimizdədir, hər zaman da üzərimizdə olsun.